2026-cı il 1-3 iyun tarixlərində Xəzər regionunun neft, qaz və enerji sektorunun ən nüfuzlu tədbiri Bakı Enerji Həftəsi baş tutdu. Enerji Həftəsi 31-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji sərgisi və 31-ci Bakı Enerji Forumunu bir araya gətirdi. Bu ilki tədbir dünyanın 44 ölkəsindən 274 şirkət iştirak etməsi ilə rekord göstəriciyə imza atdı. Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil etdi. İştirakçıların təxminən 60%-ni xarici şirkətlər, 40%-ni isə yerli müəssisələr təşkil edirdi. Bu yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev, Azərbaycanın bugünkü vəziyyətə necə gəlib çıxdığına diqqət yönəltdi. Azərbaycanın iqtisadi fəaliyyətinin müsbət olduğunu vurğulayan dövlət başçısı, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytingimizin ildən ilə artdığını, artıq investisiya dərəcəli reytingimizin olduğunu bildirdi. İlham Əliyev bugün bizim xarici borcumuzun dünyada ən aşağı xarici borclardan, təqribən ümumdaxili məhsulun 6%-dən çox olduğunu vurğuladı. Bugün Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan qazını alan 16 ölkədən onu Avropa İttifaqına üzv olan ölkələrdir və bu ölkələrin sayı artacaqdır. Çıxışında bərpa olunan enerjinin əhəmiyyətini xüsusi vurğulayan Prezident, Azərbaycanın yaşıl enerji gündəliyinin olduqca zəngin olmasına diqqət çəkdi. ABŞ Prezidenti Donald Trump'ın məktubunda tədbirin qlobal əhəmiyyəti öz əksini tapdı. Bu bir daha göstərir ki, Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan'ın təbrik məktubunda bir məqam xüsusi vurğulanırdı. Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində attığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox mega layihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Britaniyanın baş naziri Keir Starmer'in təbrik məktubunda ölkəmizin ağır geosiyasi şərtlər altında Ukraynaya göstərdiyi humanitar yardımın məxsusi qeyd edilməsi isə Azərbaycanın müstəqil xarici siyasət kursunun yüksək səviyyədə etirafı deməkdir. Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalandı. Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Bu beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur. Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir.